Esselamu aleykum. Əziz və dəyərli qardaşlarım. Bir gün bir kişinin həyat yoldaşı vəfat edir. Üstündən 15 il keçməsinə baxmayaraq hələ də evlənib ailə qurmur. Dostları, həyat yoldaşın vəfat edəli 15 il olub. Niyə ailə qurmursan deyirlər. Adam hələ də ona bənzər birini tapmamışam deyir. Dostları, axı bu necə ola bilər? 15 il içində ona bənzər birini tapmamışam deyirlər. Adam, sizə qısa bir hadisə danışacağım, həyat yoldaşımın kim olduğunu biləcəksiniz deyir. Bir gün onunla mübahisə etdim. Əsəbləşib, qışqırıb onu evdən qovdum. Bir həftə sonra, əsəbim soyuyandan sonra onu gətirmək üçün anasının evlərinə getdim. Qapını o özü açdı. Təbəssüm edərək məni sevgi ilə qarşıladı. Və mənə dedi ki, xahiş edirəm nə olar, nə baş verdiyini burada demə. Çünki mən burada demişəm ki, həyat yoldaşım bir işdən dolayı səfərə çıxıb. Mən də evdə tək qalmamaq üçün bura qonaq gəlmişəm. İndi siz mənə deyin, varmı onun kimi birisi mənim yoxluğumda belə eybimi, sirrimi gizliyə? Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm belə buyurur. Bu dünya bir neymətdir. Neymətlərin ən yaxşısı isə salihə həyat yoldaşıdır. Subhanallah.